Hətta sadəlövhlük bir qədər qəbul olunur. Bu cəhətə hardasa dəyər də verilir. Lakin qlobal şəbəkə tam fərqli çalışır. Burada biz ən yaxşı halda sadə və bəsit vəziyyətlərin qurbanına çevrilə bilərik. Gün ərzində şəxsi həyatımızla bağlı hesablarımıza, izləyicilərimizə etibar etdiyimiz bir sıra detallar, həmçinin zəif və etibarsız şifrələr unudularaq kompüter ekranda və ya masa üstündə qalır. Lakin ağlımıza belə gəlmir ki, kiber cinayətkarların əlində əhəmiyyətsiz və kiçik hesab etdiyimiz detallar bizi məğlub edə biləcək güclü silaha çevrilə bilir. Bu silah kütləvi olmasa da onun bizə vurduğu zərbə ağır ola bilir. Media Lab efirdədir. Saxta tətbiqlərin təhlükəsi. WhatsApp yazışmalarınız necə izlənə bilər? Kiberməkanda yeni təhlükə dalğası. Daxili İşlər Nazirliyi saxta reklamlarla bağlı xəbərdarlıq edir. Qazaxıstanda kiber cinayətkarlıqla mübarizə necə aparılır? Yüklədiyimiz tətbiqlər özündə hansı təhlükələri gizlədir? Media Lab'ın bugünkü müzakirəsində. Milyonlarla mobil tətbiq, proqram təminatları və texnologiyalar mobil cihazlarımızı müasir dünyada naviqasiya vasitəsinə çevirir. Bəs bu tətbiqləri yükləyərkən biz onların risklərini də araşdırırıqmı? Bu sualımızı şəhərimizin sakinlərinə də verdik. Play Store-da olan əpplər daha belə, necə deyim, sistem daha təhlükəsiz olur. Yəni, məsələn, ona baxmayaraq ki, hansısa brauzerdən yükləmək. Yəni, brauzerdə olanlar daha təhlükəli ola bilər, yəni belə düşünürəm. Onlara oxuyub sonra razılıq vermək lazım. Bəlkə elə bir məqam var ki, insan razı gələ bilməz onunla. Əvvəlcə onun haqqında araşdırmalar aparıram. Əgər bu risklidirsə, təbii ki, bizim şəxsi məlumatlarımız çox önəmlidir. Əgər bu şəxsi məlumatlarımız baxımından risklidirsə, həmən onu silirəm, bu tətbiqi yükləmirəm yəni. Əgər çox məşhur proqramlardırsa, təbii ki də eləmirəm, çünki çoxsu yükləyir. Amma yəni bəzi proqramlar var ki, Google üzərindən qeyri-qanuni yollarla yüklənilir. Təbii ki də onları yükləməməyə çalışıram, çünki daha çox kiber hücumlara məruz qalınır. Hər hansı bir təhlükə olmaması üçün yoxlamaq lazımdır. Əvvəlcədən mənbəsini və həmin şirkət barəsində məlumat toplasınlar ilk növbədə və ondan sonra artıq yükləsinlər və lazım olan qədər icazələri versinlər həmin aplikasiyaya. Orada proqramın yanında onun göstəricisi var ki, bu rəsmi saytı və yaxud da rəsmi proqramdır. Məhz o proqramları, yəni yüklüklərsə onları yükləmək dahil vericidir. Əmin olmalıyıq ki, onların riski yoxdur. Çünki telefonumuzu yükləyəndə bilirik ki, bütün proqramlar zərərli ola bilər və virus yayıla bilər. Ona görə ilk öncə proqramları araşdırırıq və onun zərərli olub-olmadığını müəyyənləşdirib sonra yükləyirik. Mobil tətbiq mağazaları istifadəçilərinə geniş proqram seçimləri təqdim edir. Lakin unutmayaq, bu müxtəlifliyin içində qanuni tətbiqlərə bənzəyən zərərli proqramlar da yer ala bilir. Saxta tətbiqlər özündə orijinal versiyadan tutmuş istifadəçi interfeysinə qədər ideal sürətə etiva edir. Və bu tip saxta tətbiqlərin həm yaradılması, həm satılması da inanılmaz sürətlə gedir. Tətbiq mağazaları saxta versiyaları tapıb silmək üçün mübarizə apararkən siz daha etibarlı proqramları yükləmək üçün addımlar ata bilərsiniz. Saxta tətbiqlər, real təhlükələr. Smartfon istifadəçilərinin sayı artdıqca tətbiqlərə olan ehtiyac artır. Amma bəzən istifadəçilər Google Play Store-da və ya App Store-da olmayan tətbiqləri alternativ yollarla, yəni APK faylları vasitəsilə yükləyir. Bu isə ciddi, amma görünməyən kiber təhlükələr deməkdir. APK faylları Android sistemində tətbiqlərin quraşdırılması üçün istifadə olunan formatdır. Rəsmi mağazalardan kənar yayılan bu fayllar isə çox vaxt heç bir təhlükəsizlik yoxlamasından keçmir. Kiber cinayətkarlar məşhur tətbiqlərin saxta versiyalarını hazırlayaraq istifadəçiləri aldadır. Bu tətbiqlər zahirən eyni görünsə də, daxilində zərərli kodlar gizlədilə bilər. Bu tip fake proqramlar, hansı ki modifikasiya olunmuş proqramlar
Vətəndaşlar internetdən, hansı ki App Store və Google Play-dən yükləmədikdə APK formasında yüklənir və vətəndaşların ümumi məxfiçiliyini pozur. Kiber təhlükəsizlik yanaşmasından qeyd etsək, məxfilik və mövcudluq, dürüstlük prosedurları var ki, birbaşa olaraq təsirini göstərir və zərərli kodlar icra olunur. Sizin kontakt məlumatlarınız, bank məlumatlarınız, özəl şəxsi şəkillər, yazışmalarınız bunun modifikasiya edən proqramçının əlinə keçir. Araşdırmalar göstərir ki, qeyri-rəsmi mənbələrdən yüklənən tətbiqlərin böyük hissəsi casus proqramlarla təchiz olunur. Bu proqramlar istifadəçinin gündəlik fəaliyyətini izləyir, mikrofon və kameraya icazəsiz çıxış əldə edə bilir. Xüsusilə pulsuz premium tətbiq vədləri istifadəçiləri daha tez aldadır. Google Play App Store-da olmayan applicationlar hansı ki yükləməsinlər, lisenziyasız proqramları yükləməsinlər. Əgər hər hansı bir lisenziyalı proqram varsa, həmin proqramların pirat şəklində lisenziyasını vurmağa çalışmasınlar. Belə olduğu təqdirdə tam təhlükəsiz olaraq mobil tətbiqlərdən istifadə etmək mümkündür. Bəli, kiber təhlükəsizlik mütəxəssisləri bildirir ki, sadə ehtiyat tədbirləri belə böyük risklərin qarşısını ala bilər. İstifadəçi icazələrini diqqətlə oxumaq, şübhəli linklərdən uzaq durmaq və sistem yeniləmələrini vaxtında etmək təhlükəsizliyin əsas şərtlərindəndir. Bugün bir çoxumuzun smartfonunda WhatsApp quraşdırılıb və gəlin etiraf edək ki, bu mesajlaşma platforması istifadəçilər arasında fantastik populyarlıq qazanıb. İnsanlar bu platforma vasitəsilə gün ərzində tanışları ilə ünsiyyətə keçir, qohumları ilə görüntülü əlaqə saxlayır və təbii ki, işlə bağlı mütəmadi yazışmalar aparır. Günün sonunda isə artıq platformada istifadəçinin xeyli sayda şəxsi məlumatları toplanır. Təbii ki, belə bir halda hesabının nəinki kənar üçüncü şəxs, hətta yaxın qohumlar tərəfindən ələ keçirilməsi və izlənilməsi heç bir istifadəçini sevindirə bilməz. WhatsApp mesajları izlənilə bilərmi? Bugün WhatsApp milyonlarla insanın gündəlik ünsiyyət vasitəsidir. Şəxsi söhbətlər, iş yazışmaları, hətta gizli məlumatlar bu platforma üzərindən aparılır. Mesajlaşarkən düşünürük ki, bu söhbət yalnız bizim və qarşı tərəfin arasında qalır. Bəs həqiqətənmi belədir? Göndərilən mesajlar ünvana təhlükəsiz çatırmı? WhatsApp tətbiqi ucdan-uca şifrələmə ilə təhlükəsizlik vəd edir. Bu sistemə görə mesajlar göndərildiyi andan şifrələnir və yalnız qarşı tərəfin cihazında açılır. Yəni, nəzəri olaraq nə tətbiqin özü, nə də üçüncü şəxslər mesajın məzmununu birbaşa oxuya bilmir. Amma reallıqda bəzən izləmə məsələsinin yalnız şifrələmə ilə məhdudlaşmadığının şahidi oluruq. Bu isə WhatsApp yazışmalarının izlənməsi ilə bağlı suallar meydana gətirir. Mobil tətbiqlərin izlənməsi mövcuddur. Sadəcə burada proqram təminatının üzərindən də deyil, avadanlıqlar, hansı avadanlıqların üzərindən proqram təminatından istifadə olunursa, həmin avadanlıqların sındırılması və yaxud da ki, hansısa bir yad kənar ziyanverici proqram təminatı ilə izlənməsi qeydə alındığı halda WhatsApp və digər proqram təminatları, daha doğrusu mobil tətbiqlərin izlənməsi qeydə alınır. Kiberdələduzların əlinə keçən bir WhatsApp hesabı isə təkcə yazışmaların oxunması demək deyil. Bu, daha geniş risklər zəncirinin başlanğıcıdır. İzlənməni hər zaman aşkar etmək asan deyil, amma bəzi əlamətlər diqqət çəkə və potensial müdaxilədən xəbər verə bilər. Sizin xəbəriniz olmadan mobil tətbiqdən üçüncü şəxslərə və yaxud da ki, digər kontaktda olan insanlara mesajların getməsi, hansın ki, bilavasitə sizdən asılı deyilsə, bu halda yəni ki, düşünmək lazımdır ki, nəsə baş verir və yaxud da ki, digər qurğulardan, digər avadanlıqlardan sizin şəxsi hesaba qoşulma qeydə alınır ki, sizin xəbəriniz olmadan bu və ya digər mobil tətbiqdən istifadə olunur. Bütün bu risklər göstərir ki, məsələ yalnız texnologiyanın nə qədər güclü olmasında deyil. WhatsApp müəyyən təhlükəsizlik mexanizmləri təqdim etsə də, yazışmaların real qorunması birbaşa istifadəçinin davranışından da asılıdır. Sadə görünən, amma sistemli şəkildə tətbiq olunan təhlükəsizlik vərdişləri isə izlənmə riskini ciddi şəkildə azalda bilər. Məsləhət görürəm ki, vaxt aşırı əsas cihazınız, hardakı WhatsApp-ı qeydiyyat eləmisiniz, orada aktiv qoşulmaların siyahısına baxıb, sizə aid olmayan, sizə lazım olmayan qoşulmaların mütləq şəkildə deaktivləşməsini təmin edəsiniz.
Sizin telefonunuzda hardakı WhatsApp-ınız aktiv seanslara qoşulubsa, bu formada monitorinq edib lazım olmayan avadanlıqları birbaşa deaktiv eləmək imkanımız var. Unutmayaq ki, tətbiq güclü şifrələmə təqdim etsə də, şübhəli linklərə daxil olmaq, naməlum cihazlarda hesabın açıq qalması və zəif şifrələr şəxsi yazışmaları risk altına sala bilər. Göründüyü kimi, yazışmalarımızın təhlükəsizliyi sadəcə istifadə etdiyimiz tətbiqdən yox, istifadəçinin davranışından və sayıqlığından da asılıdır. Kiçik bir ehtiyatsızlıq bütün şəxsi məlumatlarımızın itirilməsi ilə nəticələnə bilər. Ona görə də rəqəmsal təhlükəsizlik sadəcə seçim deyil, gündəlik vərdiş olmalıdır. Saxta tətbiqləri necə tanıyaq və bunların qurbanına necə çevrilməyək? Bu mövzumuzu təbii ki, studiyamızın qonağı ilə birlikdə müzakirə edəcəyik. Studiyamızın qonağı isə kibertəhlükəsizlik üzrə ekspertimiz İsmail Eyyubdur. Xoş gördük sizi İsmail bəy. Və ilk sualım bundan ibarətdir ki, biz bilirik ki, tətbiq mağazaları internet istifadəçilərinə geniş bir miqyasda çox gözəl seçimlər təqdim edir. Amma onu da etiraf etməliyik ki, bu orijinal versiyaların arasında bəzən saxta tətbiqlər də yer alır. İnsanlar bu saxta tətbiqlərdən özünü necə qorusun və ya saxta tətbiqi necə tanıya bilsin? Əslində ilkin ideya odur ki, insanlar saxta tətbiqləri niyə istifadə etməyə meyilli olur? Ondan başlamaq lazımdır. Çünki mən sadə bir ssenari gətirim. Hesab eləyək ki, bir uşaq gəlir valideyninə yaxınlaşır ki, bəs mənim sinif yoldaşlarım belə bir oyun oynayır. Nümunə götürək Minecraft və deyirlər ki, gəl sən də bizimlə oyna. Valideyn açır proqram mağazasını, baxır ki, Minecraft hardadır. Görür ki, Minecraft məsələn satışdadır, amma hal-hazırda $7-dır. Düşünür ki, yox, mən bu proqram təminatını yükləməkdənsə, $7 verməkdənsə uşağın bir oyuncağına, gedim onu pulsuz yollarla əldə edim. Axtarış nəticələrində sözsüz ki, məhz Minecraftın klonları da çıxır, hansılar ki, artıq pulsuz təqdim olunur və valideyn hesab edir ki, uşaq da onsuz da ki, bilməz fərqini, verim, oynasın. Lakin burada problem onda yaranır ki, valideyn uşağa proqramın əsl versiyasını yox da, onun parodiyasını verəndə, o parodiyanın pulsuz olmasının səbəbi olur. Onlar insanların məlumatlarını, telefonlarına virus yükləməklə pul qazanmaq çalışırlar. Ümumiyyətlə, kibertəhlükəsinin əsas prinsipi var ki, biz nə qədər də güvənli təhlükəsizlik infrastrukturu qursaq belə, həmin o infrastrukturun ən zəif bəndəsi həmişə insan olur. Buna görə də insanların ən asan zəifliyindən, onları aldatmaq qabiliyyətindən istifadə edərək, hakerlər, hücumçular da öz proqram təminatlarını onların telefonlarına və digər cihazlarına çatdıra bilirlər. Son illərdə mobil əməliyyat sistemləri hazırlayan şirkətlər Apple və Google bu baxımdan çox böyük addımlar irəli atıblar ki, artıq insanların yükləyə biləcəyi proqram təminatları telefonlarına o qədər də ziyan vura bilməsin. Buna rəğmən insanlar yenə də o və ya bu üsullarda telefonlarına bütün təhlükəsizlik mexanizmlərini keçərək inadla proqramları yükləyirlər və buna görə əməliyyat sistemləri hazırda daxildə antiviruslarla gəlirlər, layla təhlükəsizlik mexanizmlərlə gəlirlər ki, hətta bu proqramlar düşsə belə telefona o qədər də ziyan vura bilməsin. Xüsusi hüquq şirkətləri, maraqlanan şəxslər aşkar edirlər ki, orada inanılmaz qədər insanların şəxsi məlumatlarını ələ keçirmək bəndləri var və insanlar bunları gözü bağlı qəbul edirlər. Nümunə götürək TikTok sosial şəbəkəsini, hansı ki çox populyardır və orada uzun illərdir qeyd olunmuşdur ki, insanların paylaşdığı bütün videolar, insanların göndərdiyi bütün mesajlar, etdiyi hər bir əməliyyat, like etdiyi hər bir video, hamısı sonradan TikTok sosial şəbəkəsinin həmin alqoritmlərinin məşq olunması üçün, süni intellektin məşq olunması üçün istifadə olunacaq və insanlara daha məqsəd yönlü reklamların təqdim olunması üçün istifadə olunacaq. Maraqlı məqamlara toxunursunuz, amma təklif edərdim ki, gəlin birlikdə sırada olan süjetimizi izləyək, sonra yenidən müzakirəmizi davam etdirərik. Kiberməkanda yeni təhlükə dalğası. Daxili İşlər Nazirliyindən saxta reklamlara qarşı xəbərdarlıq. Son günlər sosial şəbəkələrdə və müxtəlif internet platformalarında saxta reklamların sayı artmaqdadır. Xüsusilə məşhur markaların adından böyük endirimlər, asan qazanc vədləri və ucuz məhsul satışı kimi manipulyasiv başlıqlar diqqəti cəlb edir. Əslində isə məqsəd bəllidir. Yalnız bugün son şans, məhdud sayda məhsul kimi ifadələr insanları tələsik qərar verməyə sövq edir. Kiberdələduzların növbəti təhlükəli addımı hesab edilən bu yanaşma insanların diqqətini şirnikləndirici vədlərlə cəlb edir. Şəxsi məlumatlarımıza girişi təmin edir və ən təhlükəlisi isə istifadə etdiyimiz bank kartı məlumatlarının şifrə və nömrələrini ələ keçirilməsini həyata keçirirlər. Belə olan məqamda Daxili İşlər Nazirliyi vətəndaşları bu cür cəlbedici reklamlara
qarşı diqqətli olmağa çağırıb. Vətəndaşlara şübhəli linklərə daxil olmamağı, alış-verişi etibarlı və tanınmış saytlardan etməyi, saytın ünvanını və həqiqiliyini diqqətlə yoxlamağı, sosial platformalardakı cəlbedici reklamlara və kampaniyalara aldanmamağı tövsiyə edirik. Belə hallarla qarşılaşdıqda isə reklamlara reaksiya verməmək mütləqdir. Bəli, rəqəmsal dövrdə kiberməkanda təhlükəsizlik hər bir istifadəçinin diqqətli davranışından başlayır. Saxta reklamların artdığı bir vaxtda məlumatlı olmaq və ehtiyatlı davranmaq mümkün risklərin qarşısını almaqda əsas amillərdən biridir. Unutmayın, kiberməkanda təhlükəsizlik sadəcə bir çağırış deyil, həm də zərurətdir. Bəli, süjetimizi izlədik və mən təklif edirəm ki, monitorumuzun qarşısına keçək və daha real və əyani keyslə öz tamaşaçılarımıza mövzumuzu bir qədər də anlaşılma edək. Buyurun. Və qarşımızda bir qədər əvvəl sizin danışdığınız və xatırlatdığınız oyun tətbiqlərindən biridir. İstərdim bununla bağlı daha ətraflı və real əyani şəkildə faktları göstərərək məlumat verəsiniz. Bəli, təbii ki. Yəni, gördüyümüz kimi Minecraft oyunu özü sosial platformada $7 satılır. Amma valideyn baxır ki, onun daha ucuz və ya klon versiyaları var. Uşaqdır, başını qatın, əsas odur ki, oynasın nəyisə, başlayır yükləmək onları. Bunun nəticəsində olur ki, uşaq fake proqram təminatını yükləyir, onun da içində ya reklamlar olur, ya insanların məlumatları uğurlanır, ya telefon zəngiləri, ya şəkilləri bunlar gedir yəni. Və daha bir oyun tətbiqi və olduqca populyar oyun tətbiqidir, mən belə deyərdim. Bəli, qarşımızda çox populyar olan oyun platforması var, Roblox və həmin platformanın daxili məzənnəsi var, Roblox adlı. Axtarış etdikdə Google Play Marketdə həmin o Roblox sözünü qarşımıza sonsuz sayda cürbəcə proqram təminatı çıxır ki, məhz o Robloxları pulsuz vəd edir insanlara və təbii ki, uşaqlar çalışırlar ki, ondan istifadə eləsinlər ki, yaşıdlarından qabağa getsinlər, daha çox məzənnələri olsun. Təbii ki, bu proqram təminatlarının əksəriyyəti uşaqların məlumatlarını uğurlayır, telefonlarına zərərli proqram təminatı yazır və sair üsullarla onlara ziyan vurmağa çalışır. Ən maraqlı məqamlardan biri. Tamaşaçılar statistik məlumatları daha çox sevirlər. Çünki bu zaman statistik məlumatları görərkən onlar təhlükənin necə böyük olduğunu daha çox anlamağa başlayırlar. İstərdim statistika ilə bağlı ətraflı açıqlamanızı verəsiniz. Bəli, bu statistik məlumat Google Play Store-da 2021-ci ilin 1-ci rübündən 2022-ci ilin 1-ci rübünə kimi silinmiş proqram təminatlarının sayını göstərir və gördüyümüz kimi ortalama 300 min proqram təminatı hər rübdə silinir Google Play Store-dan. Bunun səbəbi odur ki, onların əksəriyyəti məhz insanlara fırıldaqlıq və ya onların məlumatlarını uğurlamaq üçün istifadə olunur. Növbəti keçidi. Bu arada bildirim ki, olduqca populyar bir tətbiqdir və bir çoxları qarşı tərəfi izləmək üçün və ya hər hansı bir tanışını izləmək üçün məhz bu ekranda gördüyümüz, yəni WhatsApp Plus tətbiqindən geniş istifadə edir, amma əslində bunun təhlükələri yetərincə böyükdür və istərdim siz bu barədə məlumat verəsiniz. WhatsApp Plus paylaşan saytlar da bilirlər ki, Azərbaycan auditoriyasının çox böyük marağı var buna. Hətta loqolarını belə Azərbaycan bayraqları rənglərini eləyirlər ki, insanları daha çox cəlb eləsinlər özünə. Bu proqram təminatı inanılmaz qədər çox zərərli kod hissələrindən ibarətdir. Onlar nəinki sizin yazışmalarınızı oxuya bilir, bütün zəngilərinizi oxuya bilir, göndərdiyiniz şəkilləri özlərinə saxlaya bilir. Çünki bu təqdim etdiyi vədlərin qarşılığında servisi pulsuz təqdim etmələrinin səbəbi odur ki, onlar sizin məlumatlarınızı satırlar və ya sui-istifadə edirlər. Siz nəinki özünüzə zərər vurursunuz, həm də yazışdığınız bütün insanlara da zərər vurursunuz. Çünki onların da sizinlə olan bütün yazışmaları hücumçuların əlinə keçir, bütün şəkilləri hücumçuların əllərinə keçir və təbii ki, onlara da çox böyük ziyan vurmuş ola bilərsiniz bu vasitələ. Hətta şantaja qədər çatır. Tətbiqlər o qədər çoxdur ki, bəzən insanlar özləri də qarışıq halda qalır ki, axı mən hardan bilim ki, bu tətbiq saxtadır və ya filan tətbiq orijinaldır, ya necə? Mütəmadi maariflənmək, yəqin ki, mütəmadi dayanmadan maariflənmək ən vacib şərtlərdən biridir. Sözsüz, kiber təhlükəsinin əsas prinsipi dayanmadan oxumaq, məlumatlanmaq və məlumatı digərlərlə bölüşməkdən ibarətdir. Təşəkkür edirəm. Mən təşəkkür edirəm Mürfət xanım. Çox sağ olun. Bugün Qazaxıstanda kibercinayətkarlıq artıq telefon dələduzluğu səviyyəsini keçib. Təhlükələr sistematik halda artır. Kibercinayətkarlar
phishing saytlarından, deepfake texnologiyalarından və səslərin klonlaşdırılmasından geniş istifadə edir. Ən təhlükəli cinayət isə diplomatik feyiklərdir. Bir qədər yeni termindir, amma mən bunu izah etməyə çalışacağım. Təsəvvür edin ki, kiberdələduzlar istifadəçilərə böyük təşkilatların rəhbərləri, bank direktorları və dövlət qurumlarının nümayəndələrinin adından saxta zənglər edirlər. Bəs bu cür vəziyyətlə ölkədə necə mübarizə aparılır? Qazaxıstandan hazırlanmış süjetimizdən biləcəyik. Qazaxıstanda kibercinayətkarlıqla mübarizə necə aparılır? Qazaxıstan Baş Prokurorluğunun rəsmi məlumatına görə 2024-cü ildə ölkədə 22.870 internet dələduzluğu faktı qeydə alınıb ki, bu da 2023-cü illə müqayisədə 5% çoxdur. Bu cinayətlərin əsas hissəsi telefon dələduzluğu və zərər çəkənlərin adına kreditlərin rəsmiləşdirilməsi ilə bağlıdır. 2025-ci ildə vəziyyət heç də düzəlmədi. Baş Prokurorluq bildirir ki, ilin əvvəlindən 14 mindən çox internet dələduzluğu qeydə alınıb, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 22% artım deməkdir. Ümumi zərər 13 milyon dolları keçib, zərərin yalnız 26%-i geri qaytarılıb. Həmçinin 217 dropper məsuliyyətə cəlb edilib, 61 kiber cinayətkar qrup ifşa olunub, 6 milyon dollardan çox məbləğdə şübhəli əməliyyat bloklanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə isə 2025-ci ildə 84,5 milyon dələduzluq zəngi bloklanıb. O cümlədən xaricdə fəaliyyət göstərənlər də daxil olmaqla 13 call center ləğv edilib. Bu fakt göstərir ki, kibercinayətkarlıq artıq açıq şəkildə transmilli xarakter daşıyır. 2026-cı ildə isə yeni mərhələ müşahidə olunur. Qazaxıstan Daxili İşlər Nazirliyi bildirir ki, süni intellektdən istifadə etməklə hazırlanmış videolar, audio yazılar və görüntülər vasitəsilə vətəndaşları aldatmaq halları artır. Cinayətkarlar özlərini polis, bank və ya digər qurumların əməkdaşı kimi təqdim eləyir, hətta video zənglər vasitəsilə inandırıcılığı artıraraq vətəndaşları təhlükəsiz hesablara pul köçürməyə məcbur eləyirlər. Təxminən bir il yarım əvvəl bunu asanlıqla müəyyən etmək mümkün idisə, indi bu hər gün daha da çətinləşir. Bununla belə hazırda müəyyən xidmətlər yaradılır ki, videoları maşın tərəfindən oxuna bilən formatda analiz edir və əgər kontent süni intellekt vasitəsilə yaradılıbsa, bu barədə xəbərdarlıq edir. Biz də öz tərəfimizdən Madgard xidmətində şübhəli linkləri qəbul edirik ki, əməkdaşlarımız onları həm əllə, həm də avtomatlaşdırılmış qaydada yoxlayaraq təhlükəsizlik baxımından qiymətləndirsin. Bu phishing veb-saytı müəyyən video və ya məsələn bankların və ya dövlət başçılarının iştirakı ilə güya təqdim olunan broker kurslarının reklamı ola bilər. Böyüklərlə yanaşı bugün ayrı risk qrupu kimi uşaqları və yeniyetmələri də qeyd etmək olar. Rəsmi məlumata görə 2025-ci ildə 9000-dən çox uşaq və yeniyetmə profilaktik proqramlara cəlb olunub ki, bu da onların cinayət mühitinə düşməsinin qarşısını almağa yönəlib. 2026-cı ildə Daxili İşlər Naziri bu istiqamətdə işlərin gücləndirilməsini tapşırıb. Mətbuatda Baş Prokurorluğa istinadən yayılan məlumata görə 2025-ci ilin ilk 5 ayında dələduzluqdan zərər çəkənlərin sayı 17.909 nəfər olub. Onların arasında 50 azyaşlı uşaq da var. Bəli, artıq şübhəli kontenti aşkar edən proqram təminatları yaranır. Amma birincisi, hər kəs belə proqramlardan istifadə edə bilmir. Ən əsası yeniyetmələr. Bunun üçün xüsusi bilik və bacarıq lazımdır. İkincisi, həyatdakı bütün halları hər dəfə proqram vasitəsilə yoxlamaq mümkün deyil. Ona görə də bu hallarla mübarizənin əsas yolu tənqidi düşüncə, diqqət və sağlam məntiqdir. Nəticə aydındır, kibercinayətkarlıq artıq rəqəmsal mühitin ayrılmaz hissəsinə çevrilib. Deepfake və diplomatik feyklər xüsusilə təhlükəlidir, çünki onlar insanların dövlətə, rəsmi şəxslərə və tanınmış simalara olan etibarından istifadə edir. Buna görə də əsas müdafiə vasitəsi texnologiya deyil, tənqidi düşüncədir. Dövlət qurumları, banklar və ya yüksək vəzifəli şəxslər adından gələn istənilən məlumat yalnız rəsmi mənbələr üzərindən yoxlanmalıdır. Rövşən İlyasov, Azərbaycan Televiziyasının Mərkəzi Asiya Bürosu, xüsusi olaraq Medialab üçün. Unutmayın, kibercinayətkarlığın qurbanları yalnız maddi zərər çəkmirlər. Onlar həm də stresli halın post-travmatik simptomlarını yaşayırlar və bu halı yaşamaq inanın ki, daha ağır olur.
Bu cür hallarla qarşılaşmamaq üçün və kiberdələduzların qurbanına çevrilməmək üçün hər birimiz mütləq şəkildə ən vacib təhlükəsizlik qaydalarını öyrənməliyik. Bir növ interneti özümüz üçün rahat və təhlükəsiz etməliyik.